Salam, yeniyetmə övladınızın davranışları sizi bəzən çaşdırırsa, bilin ki, tək deyilsiniz. Onların beynində baş verənlər həqiqətən də heyratamizdir. Gəlin bugün birlikdə bu ziddiyyətlərlə dolu dünyanın sirlərini açaq və bunun səbəblərini anlamağa çalışaq. Bəli, bax məhz bu sual yəqin ki, çox valideyni düşündürür. Necə olur ki, bir an əvvəl hamının diqqətini çəkmək üçün can atan övladınız bir an sonra sanki görünməz olmaq istəyir? Bilirsiniz, bu heç də təsadüfi deyil. Bu, yeniyetməlik dövrünün əsas paradoksudur və biz bugün bu paradoksun dərinliyinə inəcəyik. Bu ziddiyyət çox tanış bir mənzərədir, elə deyilmi? Bir tərəfdən yeniyetmə sanki bir səhnədədir, bütün diqqəti özünə cəlb etmək istəyir. Amma digər tərəfdən üzündə çıxan kiçik bir sızanaq belə onu tamamilə gizlənməyə, hətta bəzən məktəbə getməməyə sövq edə bilir. Bax bu, sadəcə bir qəribəlik deyil, əslində onların inkişafının çox vacib bir parçasıdır. Yaxşı, bəs bütün bunların kökündə nə dayanır? Hər şey ilk və ən böyük mərhələdən başlayır. Yeniyetmənin mən kiməm sualına cavab axtarışından. Və bu bəlkə də onların həyatındakı ən fundamental axtarışdır. Bir anlıq təsəvvür edin ki, ətrafınızdakı hər şey və hər kəs sizin üçün bir güzgüdür. Yeniyetmələr üçün dünya məhz belə bir yerə çevrilir. Onlar öz yerlərini tapmaq üçün geyimlərini, danışıq tərzlərini, hətta saç düzümlərini belə dayanmadan öz həmyaşıdları ilə müqayisə edirlər. Bu, onların öz kimliklərini tapmaq üçün istifadə etdikləri bir növ xəritə kimidir. Və bu bizi çox maraqlı, həm də çox vacib bir psixoloji anlayışa gətirir. Xəyali tamaşaçılar. Yeniyetmələr sanki daim bir səhnədədirlər və hiss edirlər ki, hər kəs, hər an onlara baxır, onları izləyir. Məhz bu daimi izlənmə hissi onların niyə bu qədər həssas və özlərinə qarşı tənqidi olduqlarını mükəmməl şəkildə izah edir. Doktor Hellacui bu vəziyyəti məncə çox dəqiq ifadə edir. O xəyali tamaşaçıların təzyiqi altında, üzündəki adi bir sızanaq, qlobal bir fəlakətə, sevgilisindən ayrılması isə dünya xəbərinə çevrilir. Onlar üçün bu sadəcə bir problem deyil, sanki bütün dünyanın gözü qarşısında baş verən bir dramdır. Bu prosesi anlamaq üçün psixoloji dəri metaforası çox kömək edir. Eynilə fiziki dərimiz kimi, bu zehni sərhəddə, onları ailədən ayırıb, müstəqil bir fərdə çevirməyə başlayır. Amma bu yeni kimliyin nə qədər güclü və sağlam olacağı tamamilə başqa bir amildən asılıdır. Və o amil özünə hörmətdir. Gəlin indi bu mühərrikin, yəni özünə hörmətin bir yeniyetmənin seçimlərini və həyat yolunu necə idarə etdiyinə daha yaxından baxaq. Bunu belə düşünün. Özünə hörmət sadəcə yaxşı hiss etmək deyil, o bir kompasdır. Yeniyetmənin gələcək həyat yolunu göstərən bir kompas. Əgər bu kompas müsbətə köklənibsə, gənc daha sağlam, daha doğru seçimlər edir. Yox, əgər mənfiyə köklənibsə, təəssüf ki, riskli yollar qaçılmaz olur. Nəticələr isə təəssüf ki, çox ciddi ola bilər. Məktəbdən yayınmaq, zərərli vərdişlərə qurşanmaq, hətta qanunla problemlər yaşamaq. Bütün bu davranışların kökündə çox vaxt eyni səbəb dayanır. Gəncin özünü dəyərsiz hiss etməsi. Bax buna görə də bu mövzu valideynlər üçün həyati əhəmiyyət daşıyır. Və təhqiqatlar bir vacib məqamı da üzə çıxarır. Cəmiyyətdəki sosial təzyiqlər üzündən bu dövrdə qızların özünə hörməti oğlanlara nisbətən daha çox zərbə alır. Bu fakt qız övladı olan valideynlər üçün dəstəyin nə qədər kritik olduğunu bir daha xatırladır. Ancaq bütün bu davranışların səbəbi təkcə hormonlar deyil. Yox, əslində pərdə arxasında daha dərin, daha fundamental bir proses gedir. Yeniyetmə beyni sözün əsl mənasında yenidən proqramlaşdırılır. Gəlin bu dəyişikliklərin onların düşüncə tərzini necə kökündən dəyişdiyinə baxaq. Uşaqla yeniyetmənin düşüncəsi arasındakı fərq, inanın ki, ağla qaradır. Uşaq dünyanı olduğu kimi görür, konkret düşünür. Amma yeniyetmə artıq əgər belə olsaydı necə olardı deyə düşünə bilir. Ədalət, azadlıq kimi mücərrəd anlayışlar haqqında saatlarla mübahisə edə bilirlər. Çünki onlar artıq qaydalara, kor-korana tabe olmaq yox, onların arxasındakı mənanı sorğulamaq istəyirlər. Onların əxlaqi dünyası da bu dövrdə böyük bir təkamül keçirir. Baxın, kiçik yaşda yaxşı olmaq sadəcə cəzadan qorxmaq deməkdirsə, yeniyetməlikdə bu, cəmiyyətin qaydalarına uyğunlaşmağa çevrilir. Yetkinliyə çatdıqda isə artıq öz daxili vicdan səslərinə qulaq asmağa başlayırlar. Hətta qanunlarla zidd olsa belə, öz ədalət prinsiplərini formalaşdırırlar. Yaxşı, bütün bu məlumatlardan sonra indi gəldik ən vacib hissəyə. Problemi anladıq. Bəs valideynlər bu fırtınalı dövrdə övladlarına necə kömək edə bilər? Bəs valideynlər nə edə bilər? Gəlin 4 sadə, lakin çox güclü prinsipə baxaq. Birincisi, mühazirə oxumaq əvəzinə onları dinləyin və müzakirə edin. İkincisi, sevginizin onların uğuruna bağlı olmadığını hər zaman göstərin.
Üçüncüsü, kəşf etmələrinə, hətta səhv etmələrinə icazə verin. Və ən əsası, siz razı olmasanız belə öz seçimlərini etmələrinə imkan yaradaraq onların müstəqilliyini dəstəkləyin. Bu prinsiplər onlara bu fırtınadan daha güclü çıxmağa kömək edəcək. Bütün bu mürəkkəbliyə baxmayaraq, doktor Halakui hər şeyi çox sadələşdirir. O deyir ki, valideynlərin diqqət yetirməli olduğu cəmi 2 əsas qayda var. Bəli, cəmi 2. Və o 2 qızıl qayda bunlardır. 1. Onların təhsildən yayınmadığına əmin olun və 2. Qanunla ciddi problemlər yaşamadıqlarına əmin olun. Doktor Halakui'yə görə, əgər valideynlər sadəcə bu 2 sərhəddi qoruya bilsələr, yeniyetmələrin böyük əksəriyyəti bu fırtınalı dövrü özləri uğurla başa vuracaqlar. Və sonda hər bir valideyn özünə bu sualı verməlidir. Övladımın bu böyük dəyişiklik fırtınasında mən onun üçün güvənli bir lövbər olacağam, yoxsa onu daha da çaşdıran başqa bir dalğa? Seçim sizindir. İzlədiyiniz üçün təşəkkür edirəm.